Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Babək İsrafilovun barəsindəki apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Sumqayıt Şəhər Məhkəməsinin 4 sentyabr 2025-ci il hökmü dəyişdirilərək Babək İsrafilovun 3 il azadlıqdan məhrum etmə cəzası 2 il 3 aya endirilib. Təhqiqat üzrə məlum olub ki, Babək İsrafilov 2021-ci ildən başlayaraq şərti adları Vahid Vəliyevi, Nicat Namazovu və digər şəxsləri aldatmaqla müxtəlif vədlər verərək ümumilikdə 37 min manat pul ələ keçirib. Bunlar arasında işə düzəlmək üçün ödənişlər, investisiya və torpaq sənədləşdirilməsi ilə bağlı aldadıcı məbləğlər var. 2021-ci ildə Fövqəladə Hallar Nazirliyinə işə düzəlmə və sənədləşdirmə adı ilə 17 min manat, 2023-cü ildə Bitcoin investisiyası üçün 6 min manat, 2024-cü ildə torpaq sənədləri üçün 4 min manat aldatma yolu ilə ələ keçirilib. Bütün bu əməl nəticəsində zərər çəkmiş şəxslərə xeyli maddi ziyan dəyib və Babək İsrafilov qanun qarşısında məsuliyyətə cəlb olunub. Sumqayıt TV, şəhərin nəbzi burada döyünür.